Dövlət torpaqlarının icarəsində yeni güzəştlər tətbiq olunur. Nazirlər Kabinetinin qərarına əsasən iri həcmli torpaq sahələrini icarəyə götürən sahibkarlar artıq daha az ödəniş edəcəklər. Yeni dəyişikliklərin məqsədi investisiyaları artırmaq, sahibkarların xərclərini azaltmaq və istifadəsiz torpaqları iqtisadi dövrəyə cəlb etməkdir. Yeni mexanizmdə mövcud baza yanaşması saxlanılır. Bakı şəhərində dövlət torpaqlarının illik icarə haqqı torpağın bazar dəyərinin 3%, digər şəhər və rayonlarda isə 2% həcmində hesablanır. Əsas yenilik isə iri ölçülü torpaq sahələrinə ölçüsündən asılı olaraq azalan əmsalların tətbiqidir. Belə ki, 5000 kvadrat metrədək torpaq sahələrinə 1 əmsalı, 5000-dən 10000 kvadrat metrədək hissəyə 0,8, 10000-dən 50000 kvadrat metrədək hissəyə 0,7, 50000 kvadrat metrdən yuxarı hissəyə isə 0,5 əmsalı tətbiq olunacaq. Bu isə o deməkdir ki, torpaq sahəsi böyüdükcə sahibkarların ödəyəcəyi icarə haqqı azalacaq. Məsələn, yeni tənzimləmə mexanizmi nəticəsində əvvəllər Lənkəran rayonunda illik icarə haqqı 10.000 manat təşkil edən 10 hektar torpaq sahəsi üzrə həmin icarə haqqı 6200 manata enəcək. Tətbiq ediləcək əmsallar nəticəsində icarəyə verilən torpaq sahələrinin sayı və sahəsi artacaq, böyük ölçülü torpaq sahələrini icarəyə cəlb etmək daha asan olacaq.